bizim orada aylardır yüzlərlə vətəndaşımız sərhəddə qalıb. Azərbaycan Böyük Elçiliyi, səfirlik kəsinliklə bu insanlarla bağlı maraqlanmır. Bunların taleyi ilə bağlı hər hansı bir, deyək ki, ortaya bir fəaliyyət qoymur və səfirlikdən başqa bizim o ölkədə çox ciddi diasporamız var. Bugün kimi danışdırsan, Rusiyada deyəcək ki, mən Rusiyada çox ciddi diaspora fəaliyyəti ilə məşğulam. Tamam, bu o zaman diaspora fəaliyyəti ilə məşğul idisə, nəyə görə Azərbaycanın 100-200-ə yaxın vətəndaşı, məsələn, mən bir neçə oliqarx adı çəkərəm ki, onlar üçün o 200-300 nəfəri yerləşdirmək heç bir problem deyil, yəni imkanları baxımından. Diaspora nə etməli idi? Getməli idi Dağıstana, o insanları müvəqqəti yerləşdirməli idi, onların müəyyən yerləşdirməli ilə bağlı maliyyə məsələlərini çözməli idi və bu prosesi də səfirliklə birgə həyata keçirməli idilər. Bu onu göstərdi ki, və niyə Dağıstana getdi? Bu onu göstərdi ki, ümumiyyətlə və son üzr istəyirəm, son Qarabağla bağlı xüsusən də Amerikada və bir sıra ölkələrdə keçirilən aksiyalarda ki, deyək ki, sistemsizlik də onu göstərdi ki, Azərbaycan diasporası ilə Azərbaycan səfirliyinin ikisinin arasında belə doğru bir münasibətlər sistemi qurulmayıb, kontakt yoxdur.